Azərbaycan Prezidenti Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni Sabah məlumat verir ki, yeni dəyişikliklər bir tərəfdən beynəlxalq standart və prinsiplərə uyğun olaraq, o cümlədən Beynəlxalq Əmək Təşkilatının tövsiyələri nəzərə alınmaqla, əmək hüquqlarının daha effektiv qorunmasına, işçi-işə götürən münasibətlərinin tənzimlənməsinə və mövcud hüquqi bazanın beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir. Başqa tərəfdən, Əmək Məcəlləsinə edilən əsas yeniliklərdən biri vətəndaşların müəyyən hallarda 2 qat əmək haqqı alması ilə bağlıdır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov BAKU.WSE qeyd edib ki, yeni dəyişikliklərə əsasən məcəllədə saatlıq əmək haqqı anlayışı əvəzinə saatlıq maaş tarifi anlayışından istifadə ediləcək. Bu da əmək münasibətlərində şəffaflığın və dəqiq hesablamaların aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Təsdiq edilmiş dəyişikliklərə görə bayram və qeyri-iş günlərində, eləcə də iş vaxtından kənar saatlarda çalışan işçilərə işlədikləri hər saata görə əlavə ödəniş nəzərdə tutulur. Bu vaxt həmin ödəniş işçinin saatlıq maaş tarifinin ən azı 2 misli həcmində olmalıdır. Məsələn, əgər vətəndaşın saatlıq maaş tarifi 30 manatdırsa və o qeyri-iş günündə və ya işdən sonraki vaxtda 4 saat işləyibsə, bu halda ona həmin saatlara görə 120 manat deyil, 240 manat ödəniş edilməlidir. Çünki söhbət həm qeyri-iş günlərində, həm də normadan artıq iş saatlarında görülən əmək fəaliyyətindən gedir. Deputat qeyd edib ki, yeni qaydalara əsasən qeyri-iş günlərində və ya iş vaxtından kənar saatlarda çalışan vətəndaşlara ən azı 2 qat əmək haqqı ödəniləcək. Bu ödəniş gündəlik deyil, məhz faktiki işlənmiş saatlara uyğun olaraq hesablanacaq. Yəni işçi bütün günü deyil, yalnız müəyyən saatlar ərzində çalışdığı halda belə ödəniş saatlıq maaş tarifinə əsasən həyata keçiriləcək. Nəticə etibarilə, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər vətəndaşların, xüsusən də istirahət və qeyri-iş günlərində çalışan şəxslərin daha yüksək əmək haqqı almasına şərait yaradacaq. Bu isə əmək hüquqlarının daha etibarlı şəkildə qorunması və sosial ədalətin təmin olunması baxımından mühüm addım hesab olunur.